Təbii ki, aparıcı müdafiəçilərdən biridir Qəbələdə. Onun yoxluğunda Qəbələ müdafiəsi hardasa müəyyən qədər zəif oyun nümayiş etdirir. Amma bugün yenidən Niyazi oyundadır və hələ ki inamlı çıxışı ilə yadda qalır. İndi isə hesabı da açma olardı. Amma Eyyubovun zərbəsi dəqiq alınmır. Rəşad Eyyubov. Gənc futbolçu zərbə mövqeyinə çıxmışdı. Təkrarı bir daha izləyirik. Bu cür vəziyyətdə dəqiq zərbə endirə bilmir topa. Əliyar Ağayevin işarəsini gözləyir. Və işarə verildi. Qapı qarşısına ötürmə. Dodo yüksəlir. Daha sonra Niyazi. Allahverdiyev mərkəzlə oynayır və Polyak topu ələ keçirir. Son anda Levin amma hücum davam edir və qapı tiri. Çeranın zərbəsindən sonra qapı tiri Qəbələni qolda xilas edir. Daha bir zərbə və Kamran Ağayevdən mükəmməl qurtarış. Kamran Ağayev komandasını Real qolda xilas edir. Ardıcıl 2 zərbə Çerandan və əvvəlcə tir, daha sonra isə Kamran Ağayev qola mane olur. Küncdən zərbə olacaq. Bir daha təkrar izləyirik və Kamran Ağayev bu epizodda həqiqətən də Ebesilio yaxşı saxlayır hələ ki Qəbələn futbolçular topu özlərində. Leonardo da Silva, Ebesilio, Subotic, da Silva. Da Silva zərbəsi və son anda Pavel Kapsa. Küncdən zərbə olacaq. Bu dəfə Pavel Kapsa ustalığını nümayiş etdirir. Epizodun təkrarını izləyirik. Bəli, rəqibin cərimə meydançasında yaxın bolçuları yenə də rəqibin cərimə meydançasındadılar. Qapı qarşısı ötürmə və Kapsa səhv yol verir. Subotic daha bir zərbə və top qapıdan aralı keçir. Simurgun qapısı qarşısında ən təhlükəli vəziyyət Viktor Menzi'nin zərbəsindən sonra top qapıdan aralı keçir. Təkrarı bir daha izləyirik. Burada demək olar ki, boş qapını dəqiq nişan ala bilmir Viktor Menzi. 1 metrli məsafədən topu qapıya göndərə bilmədi. Top gözləyir. Qapı qarşısı ötürmə. Qurbanov və top qapıdan aralı keçir. Sona qədər rəqibin cərimə meydançasında boş qaldı Nicat Qurbanov. Demək olar ki, müdafiəçilərin nəzarətinə dayanmışdı. Fikir verin, amma burada dəqiq zərbə endirə bilmir topa. Volodimir Levin topu meydandan çıxarır. Rəşad Eyyubov. Çeran. Eyyubov. Hücumun istiqamətini dəyişmək olar. Eyyubov hələ ki sağ tərəfə baxmır. Polyakın zərbəsi. Və top qapıdan aralı keçir. Marat İzmailov və Nizami Hacıyev ola bilsin ki, qarşıdakı dəqiqələrdə meydana daxil olsun. İndi isə Daniel Subotic topladı. Subotic Menzi ilə oynayır. Da Silva qapıya doğru zərbə və Kapsa. Daha bir zərbə, yenə də Kapsa. Və hücumu davam etdirmək olar, amma müdafiəçilər nəhayət ki, təhlükəni sovuşturdular. İkinci hissədə ilk təhlükəli vəziyyət meydan sahiblərinin qapısı qarşısında yarandı, amma Pavel Kapsa ardıcıl 2 dəfə komandasını qoldan xilas edir. Daha bir hücum qonaqlardan. Da Silva'nın ötürməsi və Pavel Kapsa. Hələlik inamlı görünür Polşalı qapçı. Və təkrarı bir daha izləyirik. Burada topu geri qaytarır. Təkrar zərbə və yenə də Pavel Kapsa. İlkin Qırtımov hücuma qoşulub. Hələ ki onu qarşılayan yoxdur. Qırtımov ötürmə qapı qarşısına. Levin Kosinə mane olur. Qapıya doğru zərbə dəqiq alınmır. Mindaugas Kalonas. Qüvvətli zərbələri var bu futbolçunun. Kalonasın zərbəsi və Kamran Ağayev. Rəşad Eyyubovun zərbəsi və Kamran Ağayev. Və bu da Əliyar Ağayevin final